Kumhardayam ökməli Qob yolunda Ağbazarı keçdin İbrahim Marketin yanındayam. Bir dənə təzə tam əşyalı. Bax nə görürsən hamısı qalacaq. Bir dənə 2 dənə televizor çıxacaq. Paltar yox, xaldenik. Qalan hamısı qalacaq. Bax bu dənə zaldır. Hazır köçək evdə kombisinə kimi var. Qiyməti də, yəni son qutaran qiymət deyəcəm sizə. Qiymətə görə gəlməyin. Valla gəlirsiniz, sizin də vaxtınız gedəcək içində, mənim də vaxtım gedəcək. Ona görə bir dənə yekun qiymət deyəcəm sizə. Burada da bir dənə mətbəxdədir. Bazal studiya bunu polnu eləyə bilirsən, olur 4 otaq. Mətbəx mebel də genişdir, o da qalacaq içərisində. Görürsünüz, stoldur, hamısı qalacaq. Qiyməti deyim, sonra sözünü çəkim. Qiyməti 49 min deyir. Uzağı 500 keçər. Yəni ondan çox fikirləşsənsə ümumiyyətlə gəlmə. Valla gəlmə. Yəni vaxtın gedəcək də boş-boşuna. Niyə gəlirsən? Çünki o qiymət 48 verdilər, vermədi. Yəni onu fikirləşirsənsə gəlmə. Bax qoşa daşdır. Baxın. Hamısı işləmir, alasıdır, soyuqdur. Bax nə qədər əşya görsən ha, hamısı qalacaq. Hamısı qalacaq. Hamısı. Yəni buradan da gəldi. Burada da hamam sanuzelidir. O da tam təmirdir. Bir dənə burada böyük yataq otağıdır. Bax görürsən, bunlar da hamısı təzədir. Yəni hamısı puldur da bugünkü. Elə bir rahat 5-6 min əşyası var. Yəni bunlar da hamısı qalacaq. Yəni istəsən lazım desə sat getsin. Verərsən mənə lazım deyirsə. Həyəti də genişdir. Həyəti ilə tanış olaq. Buradan gəldik. Həyətinə baxaq. Bir dənə qapını örtər bizə. Hə. Buradan da gəldik. Burada kombisidir. Kombisi, yəni üstündə çəni, həyətidə 1-2 maşın da suxsun girər. Belə ki, hələlik 1 maşın girir. İndi böyüyəndə 2 maşın girəcək yəqin ki. Yəni raşatqalar nə qədər var. Əlaqə saxlayın, üstü paket evdir. Əlaqə saxlayın, yoluna qoyağın.